bir şeydir. Ha, bir sənə şey, bir sənə şey. Allegoriya cansızların şəxsləndirilməsi. Burada nəyi şəxsləndiribdir? Bu əşyaları da çay dəstgahında nə olur? Onları şəxsləndirdi. Allegoriyadır. Əlbəttə ki, indi belə bir ifadə var idi. Deyir, bütün təmsillər allegoriyadır. Bəs bütün allegoriyalar təmsil ola bilirmi? Yox. Elə buradan məlumdur da, bu dram əsəridir. Allegoriya var, amma bütün təmsillərin hamısında allegoriya var. Şəxsləndirmə var. Yəni allegoriyasız təmsil ola bilməz. Biz məsələn allegoriyanın nümunəsinə indiyə qədər keçmişik. Məsələn Füzulinin əsərləri var idi, hansı idi? Həfcam poema, sonra Bəngübadə, Söhbətül Əsmar. Bunlar hamısı allegorik idi, amma poema janrındaydı. Aha, yaxşı. Sonra bunun ardıca nəyi yazdı? Kişmiş oyununu. 3 ildən sonra Kişmiş oyunu piyesini yazdı. Aha. Sonra nə yazdı? Ölülər yazdı. Ay sağ ol. Ölülər trakomediyasını yazdı. Sonra nə yazdı? Kamança. Kamança. Kamança mövzusu nə idi? Demişdim, bunu xüsusilə yadında saxlamalısan. Kamança mövzusu nə idi? Müstəmləkə zülmləri. Yaman yadında saxlamısan ha. Nə gözəl yadında saxlamısan. Deyək əməlin. Bədnam qonşularımızın bizim xalqımızın başına gətirdiyi böyük faciələrdən danışır Kamança əsərində. Bunu yadından çıxarma. Ay Tunar, düşə bilər bu. Düşsə də, düşməsə də, ümumiyyətlə belə mövzularda biz həmişə həssas olmalıyıq. Bax, xalq ədəbiyyatının keçəndə uşaqlara deyirik ki, Sarı Gəlin mahnısını eşitmisinizmi? Uşaqlar deyir ki, yox müəllim, eşitməmişik. Eşitmisən Sarı Gəlini, xalq mahnısını? Bax sən deyirsən, niyə sənə də keçməmişəm mən onu? Hələ o mahnı keçəndə mən oxumadım Aytunar, onu deməlim, qəşəng də səsiniz var. Yadına gəlmir, Sarı Gəlini oxudum, Qaragilə oxudum, dedim gedib internetdən baxarsan. O yadındadır mı? Hə. Sarı Gəlində saçın ucun hörməzlər, həmin odur da. Ya bu bizim xalq mahnımızdır. Yadında deyil, televiziyada bar-bar bağırırdılar. O hansı ki o bədnam qonşularımız o mahnını oğurlamışdılar, öz adlarına çıxmışdılar. Bəs biz bunları bilməliyik ki, onu oxuya bilməsin, onlar öz adlarına çıxa bilməsinlər də. Hə. Deməli kamançada nədən danışırdı? Kamançada da kamançını açacaq. Deməli, qonşuların hansı qonşular? Qapı bir qonşularımız. Bədnam qonşuları. Bədnam qonşuları. Bədnam qonşular kimdir? Kimdir bədnam qonşular? Qonşular da mənəm. Bədnam qonşularımız kimdir? Ermənilər. Ermənilər də adlarını ağzına almaq istəmirsən, yaxşı edirsən. Hə. Deməli sonra bəs o birisi əsərin adı nə idi? O birisi dram əsərinin. Danabaş kəndinin məktəbi. Aha, sonra Dərin yığıncağı. Ay sağ ol. Bu da oldu Cəlal Məmmədquluzadənin dram əsərləri.